Əfsanələr heç vaxt unudulmur. Bura Ağdamın işğaldan azad edilmiş İsmailbəyli kəndidir. Bu yol İsmailbəyli kəndinə gedir. Bu yolla zamanında Azərbaycanın fəxri olan əfsanəvi gizir Səyyaf, hamımızın xanı dayı kimi tanıdığı şəhid doğulub boya başa çatıb. Bu torpaqlardan bir zamanlar ayaq yalın, baş açıq, həyata addım atan, iməhləyən, yeriyən böyük bir qəhrəman dünyaya gəlib. Həmin qəhrəman ki, bir zamanlar 1-ci Qarabağ Savaşında adı dillər dastanı idi. Dillerin əzbəri idi o insanın. Daha sonra 44 günlük savaşda biz onun adını yeni nəsillərə, gənc nəsillərə tanıda bildik. O bir qəhrəman idi. Sanki ömrünü ona göre yaşamağa hazırlanmıştı ki, hem 1-ci Qarabağ Savaşında savaşsın, hem de 2-ci Qarabağ Savaşında savaşarak vətən torpaqlarını işğaldan azad etsin. Və elə vətən torpaqlarında da sanki missiyası başa çatmış kimi ömrünü başa vursun. Vətən torpağı uğrunda canından keçsin, şəhid olsun. O torpağa ki, şəhid qanı ilə yoğrulmuş, bu gün azad edilmiş torpaqlarımızda onların ruhu dolaşır. Onlar bizə görə şəhid oldular. Övladlarımıza görə, Azərbaycanın gələcəyinə görə şəhid oldular ki, biz xoşbəxt olaq. Azərbaycan xoşbəxt və şad olsun. Onların da ruhu şad olsun deyə ömrümüzün sonuna qədər Azərbaycan durduqca dua edəcək və arzularımızı əsirgəməyəcəyik. Yaşasın Azərbaycan, yaşasın bütöv, azad, müstəqil və xoşbəxt Azərbaycan. Əhmədov Səyyafla, bizim xanıyla tanışdığım 1993-cü ilin payızından, oktyabr ayından başlayırdı. Biz onda ərazi taburları olarak Dəvəçxaçmaz taburu tərkibində buraya gəldiyimizdə tanış olduq. Ümumən kəşfiyyatçılarla, kəşfiyyat bölüyünün uşaqlarına, ya xidmət yoldaşlarımızdan Əliyev Zahid idi, Soltan idi, Xanı idi, Aqil idi. Yəni çoxdur, tam yadda qalmasa da yadda qalanlar içərisində Xanının xüsusi yeri vardı, rəhmətliyin. Səyyaf çox həssas, ürəyi təmiz, qəlbi təmiz bir insan idi. Mərd və qoçaq idi. Hadisələr çox olub. Mən üzr istəyirəm, yaddaş biraz 60'a axladıqca biraz zəifləyir. Ən sonuncunu deyə bilərəm ki, 2005-ci ildə biz onunla Əhməd Ağalı Çıraqlı istiqamətində köhnə dillə desək qəbirstanlıq məzarı var orada. Məzar postu və Baboy postu arasında neytral zonada vacib olan bir əhəmiyyət kəsb eləyən tək bir ev vardı. Hansı ki onun o şərəfsizlərdə olması onlara üstünlük, bizdə olması isə bizə üstünlük verirdi. Komandanlığın təklifi ilə biz oraya gələndə, mənə təklif olunanda mən böyük məmnuniyyətlə bura keçmiş bir xidmət yerim olduğu kimi, onda mən xidmətdə idim Aran qəsəbəsində. Keçmiş xidmət yerim olduğu üçün böyük məmnuniyyətlə gəldim Ağdam istiqamətinə və komandanlıq neçə nəfər sorğusunu verəndə mən 45-50 nəfər, məsafə orada cəmi 460 addıma yaxın ediyənə, hər bir nəfərə gecələr qazmaq üçün 10 nəfərdən 45-50 nəfər seçərək buraya gəldim. Bizim general məndən soruşanda ki, özün üçün ön xəttə Rusça desək, vınasnoy, çıxarıcı müşahidəyə kimi istərsən, öz kəşfiyyatçıları, yoxsa 190'ın, mən də uşaq deyildim, dərhal xanının adını çəkəndə komandanlıq, yəni bizim general gülümsədi ki, niyə? Dedim, cənab general, onu 93'dən tanıyıram. O insanın necə insan olduğumu, öz həyatımı, əskərlərimin həyatını ona etibar edə bilərəm. Belənkimiz biz ən sonuncu dəfə bölgədən xidmətdə olduğum dövrdə sonuncu dəfə xanıyla bizim bir yerdə olmağımız belə olub. Biz gəlib həmin o deyilən evin düşmən tərəfə keçərək onu səngərin üstünə oturub əskərlərin qazmasını təmin edirdik. Həmin ərəfələrdə bu zolaqda xidmətdə olan komandirlərindən biri də yaralandı, gəldi. Getdi xanın arxası. Biz xanın ikimiz ona çox təkid elədik. O bizə qulaq asmadı. Bakir komandiri vardı, Polkovnik Hüseynov. Yaralanma demək olmazdı. Axmaq güllə
böğrünü yandırıb keçmişdi. O da biraz özünü itirmişdi. Onu biz rəhmətli ilə çıxartdıq, gətirdik. Hərbi tibbi, təcili tibbi yardımda yola saldıq. Sarıcalıq Hospitalına. Xatirələr çoxdur. Belə bir insanın həyatında sənin bununla dostluq olması, belə bir insanla dostluq olması mənim üçün şəxsən fəxrdir, şərəfdir. Çünki bütün Ağdam cəmaatı, Ağdam əhli, sözsüz ki, bütün deyəndə biraz səhv edirəm. Yəni, döyüşə aidiyyatı olan, o vaxtı müharibə şəraitində bu hadisələrin şahidi olan, qismən həmin bu hadisələrə toxunmuş insanların yaddaşında bilirəm ki, xanı daima qalıb və qalacaq da. Onlar xanın necəliyini daha gözəl bilirlər. Xeyirdə, şəhərdə mən görmüşdüm səyyafın iştirakını. Allah ona rəhmət eləsin. Allah onun görmədiyi xoş günləri balalarına qismət eləsin. Xanı ölməli oğul deyildi. Və yenə deyirəm, mənim üçün fəxirdir. Ağdamda hər 10 nəfərdən 9-u demək olar ki, onun kimidir. Amma o tamam başqa bir insan idi. Allah rəhmət eləsin. Allah balalarına səbir versin.